Əbədi nura eşq olsun. Amin. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Söhbətimə başlamamışdan əvvəl təbriklər üçün hər birinizə təşəkkür edirəm. Var olasınız. Allah hər birinizdən razı olsun. İndi isə keçirəm suallara. Uğur, Amal, İnci, Ayla və Fatimə bala. Sizə hazırladığım sual belədir. Allah, ana, ana vətən, elm ocağı olan məktəb. Deyin, bunlardan hansı müqəddəsdir, hansı müqəddəs deyil? Müqəddəslik də çox əziz olan, sevimli insanlara aiddir və yaxud da ki, məkana aiddir, sevdiklərimizə aiddir. Hansı ki, mən dördünün adını sadaladım. Allah, ana, ana vətən, elm ocağı. Bu sadaladıklarımdan hansı müqəddəsdir, hansı müqəddəs deyil? Və bir daha da xatırladıram. Çox əziz, sevimli olan müqəddəsdir. İndi gənclərə üz tuturam. İlk olaraq Teyub balaya müraciət edirəm. Sual belədir. Etibar bəyin göndərdiyidir. Yəni, hörmətli imamımız Həzrət Əlidəndir. Deyir ki, qadın evin nurudur. Mən isə sual edirəm, hər qadın mı evin nurudur? Müqayisəni özün edərsən, izahlandırarsan. Aylin qızım, deyilir ki, tələsmə şeytan işidir. Mən isə sual edirəm, niyə? Ruslan bala, deyilir ki, yalanın ömrü az olar. Nə üçün? Sadiq bala, külək əkmə, fırtına biçərsən. Xahiş edirəm, bunu mənalandır. Əli bala, hörmətli imamımız deyir ki, qadın qəlbi incədir. Ona kobud davranmaq insanlığa yaraşmaz. Ümid bala, Alidə xanımın göndərdiyi kəlamdır. Ali məktəbi bitirdikdən sonra hansı yolla addımlamaq istərdin? Sən. Aysu bala, sənin sualın Nur Nizami kəlamıdır. Etibar bəy göndərib, sağ olsun o da. Ağıl rəhbər olmazsa güc fəlakətə çevrilər. Necə ki, hal-hazırda ağıl rəhbərlərə rəhbər deyil, hisslərə qapılıb fəlakətlər törədirlər. İndi ümumi sual verirəm. Etibar bəyin göndərdiyidir, Məhəmməd Peyğəmbərin kəlamıdır, varlığına şükür. Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin. Bu, hamımıza aiddir. Bütün bəşər övladlarına, o cümlədən də fəlakət törədənlərə aiddir. İkinci Süleyman Peyğəmbərin kəlamıdır. Qəlbi şən olanın üzü də işıqlı olar. Üçüncü Əsrar xanımın göndərdiyi kəlamdır, Əl-Fərabidəndir. Allah səni yüksəltdikcə, sən könlünü alçalt. Xahiş edirəm, bu sualları cavablandırın. Var olasınız, bütün cavablarınız ürək açandır və getdikcə də daha möhtəşəm olur. İndi isə
tövsiyələrdən sizə hərflərlə bağlı fikirləri açıqlayıram. Növbəti hərf X hərfidir, xeyirxah sözünü mənalandırır və deyilir: xeyirxah insanla dost, xeyirxah şeytanla düşmən ol. Xeyirxah insan hörməti Allah eşqinə edir. O, Allahın varlığına inanır, onun gözəlliyini, ədalətini, xeyirxahlığı ilə, insan ruhunu oxşamağı ilə təsdiq eyləyir. Xeyirxah insandan düşmən olmaz. Şər qüvvələr olan şeytanlar dünya nemətləri ilə bədxah arzuların həyata keçməsinə köməklik göstərməklə insanları aldadaraq dost simasında düşmənlik edirlər. Şər qüvvələrin də öz qanunu var və bu qanuna tabedirlər. Onların məqsədi insanları son anda bədbəxt edərək öz tərəfdarlarını artırmaqdır. Bu da onların gücünü artırır. Heç bir bədxah fikirli cinayətkar, bədxah adam Allah eşqinə xeyirxahlıq etməz. Şeytan da Allahın varlığını inkar edənlərdəndir. Bu cür mənfur varlıqlar həmişə Allahlıq iddiasında olaraq bədbəxtliklər üzərində hökmranlıq təxti qururlar. Şeytanlar qorxu xofu ilə onlara inananları müti hala salıblar. İnsanlar isə elə başa düşürlər ki, bütün pis və yaxşı hadisələrin törədicisi Allahdır. Allah elə bir varlıqdır ki, elə bir gözəllikdir ki, onu şər işlərin şəriki etmək günahdır. Allah pis işlərin iştirakçısı olmaz. O, paklardan pakdır. Və bu sözü bir daha təkrarlayıram. Yadınızda saxlayın. Tövsiyə edirəm. Heç bir pis işi Allahın adına çıxmayın ki, bu Allahın işidir. Onun özü elə əsl mənada günahdır. İnsanlar öyrəşib, hər yaxşını, pisi Allahın adına bağlayırlar. Və mən də bilirsiniz ki, bu barədə öz etirazımı həmişə bildirmişəm. Yanlış düşüncədir, yanlış təfəkkürdür. Bütün həqiqətlər aşkarlanacaq. Hələ harasıdır ki? İndi nəzm tərzində olanı oxuyuram, mənalara xahiş edirəm, diqqət yetirin. Başlığı təkrar oxuyuram. 7-ci mərhələnin 14-cü tövsiyəsidir. Xeyirxah insanla dost, xeyirxah şeytanla düşmən ol. Niyə? Sən xeyir sözünün mənasına bax. Çox yatma, xeyri qorumağa qalx. Yetməzmi ziyanlıq verdi bədxahlıq? Şərlər at oynadıb, etdi ağalıq. Xeyirxah olanlar birləşsə əgər, bədxahlar onlara edənməz əsər. Xeyr ilə şərin fərqini tutun. Görəsən hansıdır yaxşıya uyğun? Adından bəllidir bunun cavabı. Çoxdan çoxdur onun xeyri, savabı. Xeyirxah insanda ruh təmizlənir. Xeyirxah insana rəğbət bəslənir. Xeyirxah çox olsa ruhlar saflaşar. Bu halda zəhmətə hər kəs qatlaşar. Zəhmətdən qaçanlar bədxahlıq edər. Bədxahın həyatı hədərə gedər. Axirət gününü unudur onlar. İnanmırlar, sonda xar olacaqlar. Odur ki, pisliklə davam edirlər. Dost olub şər ilə qanlar içirlər. Halalı haramı vardır əməyin. Halal xeyirxahla dostluq eyləyin. Halallıq itir ki, bəlalar gəlir. Ah aman, fəryadlar göyə yüksəlir. Ağrılar, acılar çəkən çoxalıb.
Böyük əksəriyyət ümidsiz qalıb. Nə qədər bacarsaz kömək eləyin. Onlara yaradan haqdan söyləyin. Əmin olsunlar ki, yaradan vardır. Ən uca varlıqdır, o xilaskardır. Ümidsiz olmasa məsum insanlar bir-birlərinə dayaq durarlar. Axtarın, arayın məsumları siz. Birləşin, dostlaşın, həm olun əziz. İşıqlı dünyamız qaranlıqlaşır. Biri-birləri ilə insan yadlaşır. Axırı yaxşıya getməyir əsla. Barışa bilməyir insan insanla. Fikir ayrılığı yaman kök atıb. Düzə münasibət yox həddə çatıb. İnsan bəhrələnir əyriliklərlə. Yaşam korlanıbdır əyri işlərlə. Yaşamaq müşküldür yamanlıqlarla. Bəşər şeytanlaşır şeytanlıqlarla. Artıq söz də yoxdur təsvir etməyə. Təhrik olunuruq şəri sevməyə. Sevənlər qoy sevsin, özləri bilər. Şəri sevən kəsin mənliyi itər. Mənliksiz yaşamaq, yaşamaq deyil. Mənliksiz yaşayar müqavva cahil. Bu həyat yenidən qurulmalıdır. Bulanlıq nə varsa durulmalıdır. Dibindən qazıyaq gərək çirkabı. Gərəkdir bağlansın şərin kitabı. Əks halda dünyamız bərbad olacaq. Çaşmış bəşər ağlar günə qalacaq. Bəşəri bəladır, olacaq bəla. Onu saxlamasaq azalmaz əsla. Necə ki susuruq miqdarı artır. Gərək çox çalışaq, vaxtımız dardır. Axtaraq haqsevər məsum olanı. Yolundan dönməyən salih insanı. İnamlı, imanlı nəfsini güdməz. Allaha bağlanan eşqindən dönməz. Nəfsi tox olanlar şeytana uymaz. Haramlıq eləməz, şər tək qudurmaz. Dünyanı halallar düzəldəcəklər. Könlü tox halallar əsl ərdilər. Nə qədər hiləgər olsa da şeytan, Allah tədbirlidir hər riyakardan. Yaradan səbirlə görür işini. Səbirlə qıracaq şərin dişini. Aman vermək olmaz azğın şeytana. Şeytan düşmən olub məsum insana. Düşmənlik getdikcə çox dərinləşir. Şeytan iblis ilə tez-tez birləşir. Fəsadlar törədir haqdan dönmüşlər. Təsirə uğrayan cana gömmüşlər. Yaman çoxalıblar şərlər şeytanlar. Qarşıda çox ağır döyüşümüz var. Bizim silahımız haqqın nurudur. Haqq ilə bir olmaq xilas yoludur. Haqqa bağlanmayan nurlana bilməz. Haqqa bağlanmayan şərdən əl çəkməz. Bu savaş xeyirlə şər savaşıdır. Şərlə barışmayan ər savaşıdır. Biz savaş sevmirik, sülh adamıyıq. Şərin hiləsinə aldananmarıq. Bir yanlış addımla məğlub olarıq. Uduzmarıq, çünki Allahla varıq. Müqəddəs işimiz davam edəcək. Haqqın qələbəsi mütləq gələcək. Dövrü təkrarlıqdır, yaşayırıq biz. Dünya quracağıq şeytansız, şərsiz. Odlara düşəcək odla oyanan. Şeytanı özünə hökmüdar sayan. Darlara düşəcək odla oynayan.
şeytanı özünə hökmdar sayan. Necə qurtaracaq onu şeytanı qiyamət günündə məhşər zamanı? Allahdan bərk tutun, hələ imkan var. Allaha güvənin, olun ümidvar. Şükür edirəm Allahımızın varlığına. Amin. İndi keçək o biri söhbətlərimizə. Mövcudluq və təkrarlıqdan oxuyacağım sizə. Harda qalmışıqsa, orada da başlayıram. Xeyirxah və əməli salih olmaq yalnız kamil insana məxsusdur. Mənfi xüsusiyyətlər isə qeyri-kamil insanların şuurunda kök atır. Kamillik şuurun nizamlı və ahəngdar quruluşudur. Qeyri-kamillik isə nizamsız və tam yetkinləşməmiş şuurdur. Aparıcı və yaradıcı qüvvə olan insan ancaq öz yetkin, nizamlı, ahəngdar şuuru ilə dövrü ömürlər sürərək həyatın gözəlliyini əks etdirirlər. Daha doğrusu, Allahın əbədiyyətin müqəddəsliyini qoruyub saxlayırlar. İnsan olmaq üçün şuurun tam təminatlı miqdarı olmalıdır. Bu miqdarı əldə etmək üçün biz yer kürəsində oyanana qədər mütləq yaşamalıyıq. Oyananlar, dərk edənlər, kamilləşənlər müqəddəsliyə doğru bizə yad görünən doğma simalarda dövrü inkişafda olurlar. Ona görə doğmadılar ki, o müqəddəs varlıqlar həmişə insanlara doğma münasibət bəsləyirlər. Yəni, öz keçmişlərinə böyük rəğbət və hörmət hissi ilə, şuur vasitəsilə düzgün istiqamət verirlər. Pis insanlar isə dünyasını dəyişən zaman, yəni öləndən sonra növbəti həyat mərhələsinə qədəm qoymurlar. Bir də oxuyuram. Pis insanlar isə dünyasını dəyişən zaman, yəni öləndən sonra növbəti həyat mərhələlərinə qədəm qoymurlar. Onlar biz insanlardan səviyyəcə aşağı mərhələdə ömür sürürlər. Yəni inkişaf mərhələsinə qədəm qoymurlar. Tənəzzülə uğradıqları üçün hal-hazırki mərhələdən də aşağı səviyyədə olan mərhələdə yaşamalı olurlar. Yəni ömürlərini davam etdirirlər. Çünki şuuru lazımı miqdardan az olan qeyri-kamil insanlar insan simasında yox, bizə doğma görünən yad simalarda təzahür edirlər ki, bunlar da cinlər, şeytanlar və s. əcaib görünüşlərdir. Onlar bizimlə bu dünyada, yəni yer kürəsində gözlə görə bilmədiyimiz paralel dünyalarda yaşayırlar. Əlbəttə, hər bir ölən insan əcaib şəklə düşmür. Hamının doğmaları, əzizləri dünyasını dəyişir. Belə fikir dünyasını dəyişənlərə böyük hörmətsizlik olardı. Amma həqiqəti də qəbul etməliyik. Diqqət yetirin. Yaşadığımız bu həyatın mərhələlərini bir daha nəzərdən keçirək. Ailə mühiti, uşaq bağçası, orta və ali məktəb mühiti, iş şəraiti və oradakı münasibətlər. Hər bir mühitin insan xarakterinə təsiri müxtəlifdir. Cəmiyyət isə vahiddir. O, xalqdır. Xalq içərisində valideyn var, övlad var, şagird var, tələbə var, fəhlə var, mühəndis var, alim var, cinayətkar var. Hər birinin də
müxtəlif xasiyyəti və həyatda yaxşı, pis əməlləri var. Hamısının da vahid adı insandır. Bütün insanların vahid idarə edici qüvvəsi şuurdur. Bütün şuurların vahid təzahür forması var ki, o isə andır. An. Biz hər anın hökmü ilə yaşayırıq ki, bu vahid hökm sahibi Allahdır. Hansı ki, o an mütləq sıfırdır. Belə bir söz var da, hər bir işin, gedişatın zamana ehtiyacı var. An da zamandır, ancaq onun ölçüsü, mütləq sıfırın ölçüsü insanlar tərəfindən ölçülə bilməz. O, ən kiçik deyərdim, ən sonuncu kiçik rəqəmdir və eyni zamanda əks olaraq ən böyük rəqəmdir. Yəni, böyüklüyü möhtəşəm Allahımızın varlığıdır. Kiçikliyi isə bütün gedişatın tarazlığını çiyinlərində saxlayan bəşər övladıdır. Biz özümüz o dünyanın, bu dünyanın, ali və adi həyatın yükünü daşıyırıq. Ona görə də ən məsuliyyətli bir məqama gəlib çatmışıq. Hər ikisi vacibdir və hər ikisinə də hörmətlə yanaşmalıyıq. Heç birini də inkar edə bilmərik. Onun mahiyyətini bilməliyik. Niyə mütləq sıfır dedim? Mütləq sıfır keçid anıdır. Allahımız həm maddi aləmin, həm mənəvi aləmin elə bil ki, ali səviyyədə yükünü daşıyır. Allahımızın əksi olan bəşər övladları bizlər də o yükü daşıyırıq. Öz gücümüzə, ağlımıza uyğun olaraq. Bəli, həm keçmiş həyatımızın, həm gələcək həyatımızın yükü bizim çiyinlərimiz üzərindədir. O cümlədən də ümumən kainatın yükü maddi mənəvi aləm olaraq 68-liyin birləşdirici nöqtəsi var ki, o mütləq sıfır nöqtəsidir. O Allahımızın qüdrətidir. Elə hesab edin ki, kainat genişlənməsi ilə maddi aləmi yaradır. O mütləq sıfır nöqtəsindən 68-liyin bir çevrəsi yaranır. Və özünə qayıdışla gəlib son məqamda qərarlaşır. Yəni, bütün olanlar o ölçüsü olmayan zamanda qərar tutur, sonra mənəvi həyat inkişaf etməyə başlayır. Biri hissi dünyadır, biri ağıl dünyasıdır. Hər ikisi, bax, beləcə yer dəyişməyidir. O, müəyyən bir söhbət etdim ki, alimlər belə səciyyələndirirlər ki, kainat özü özünü udur, öz daxilinə qayıdır. O həddə qədər qayıdır ki, ölçülə bilinməyən bir zaman müddətində qərarlaşır və yenidən mənəvi aləmin qurulmasına təkan verir. Bu, ali varlığın özünün yeniləşməsidir, dəyişməsidir, təzələnməsidir, yenidən bərqərar olmasıdır ki, yaranır, yəni oyanır, yaranır və yaratmağa başlayır. Həm maddi aləmi, həm növbədə olan mənəvi aləmi. Maddi, mənəvi aləm fərqli görünsə də eynilik təşkil edir. Elə bil ki, demişəm də bunu, ruhumuzla canımız kimi. Ruhsuz can məgər fəaliyyət göstərə bilər? Ağlımızla beynimiz kimi. Qəlbimizlə, yəni ki, duyğularımızla, hisslərimizlə ürəyimiz kimi. Bax, maddi, mənəvi aləm beləcə biri-birinə dayaqdır, biri-birini əvəzləyir, biri-birinin yeniləşməsində əsas rol oynayır. Hansı ki, bir üzü, bir varlığı Allah olan vahid aləm bir üzü Tanrıdır.
maddi, mənəvi baxımdan. Bütün varlıqlar insan şuurunun yaratdıkları olduğu üçün hər bir varlıq insanın müxtəlif quruluşunda təzahür formasıdır. İnsan yalnız şuurunun inkişaf tərzinə uyğun olaraq şəkildən şəklə düşür. Ya inkişafı ilə, ya da tənəzzülü ilə özünə qayıdaraq dövrü təkrarlıqda əbədi ömr edir. Yəni xeyirxah əməli, yüksək biliyi, işgüzarlığı və kamil şuuru ilə insan mərhələ-mərhələ inkişaf edərək ilahi varlıqlar səviyyəsinə yüksəlir inkişaf mərhələləri ilə. Sonra isə yenidən insanlığa xidmətdə olur. Necə ki, mütəxəssislər orta ali məktəbi bitirir, xalqına xidmət edir. Eləcə də ali varlıqlar, ilahi varlıqlar inkişaf mərhələlərini keçirlər və kainatın gedişatında müstəsna rol oynayırlar. Yəni bax, elə bizim inkişafımız üçün səfərbər olunublar. Eləcə də kainatın bütün nizamını ali varlıqlar, ilahi varlıqlar o yükü çəkməkdədirlər. Yəni ki, həyat nizamının saxlanmasında əsas aparıcı rol oynayırlar. Fərq ondadır ki, bu zirvəyə yüksələnlər özünə müqəddəs varlıq kimi qayıdır. Bir, dərindən düşünün. Bəli. Bax, hansı ki, elə bil ki, öz ibtidasına köməyə gələn ali varlıqlar ki var, bizim doğmalarımızdır, əzizlərimizdir, yaxın, uzaq qohum saydıqlarımızın müsbət ruhlarıdır ki, onlar indi bizim köməyimizə gəliblər. Müqəddəsdirlər, müqəddəs iş üçün gəlirlər. O cümlədən də qeyri-müqəddəslər də müqəddəsliyini itiriblər. Bir zaman müqəddəs idilər, müqəddəs kimi müqəddəs məkandan ayrıldılar. Yanlışla artıq müqəddəsliklərini itirib qeyri-müqəddəs varlıqlara çevriliblər ki, onlar kainatın qanununa zid hərəkətlər edirlər ki, şərləşiblər, şeytanlar adlanırlar. Hal-hazırda da öz təsirləri ilə bütün dünyanı qarışdırmaqdadırlar. Bir tərəfdə quruculardır, bir tərəfdə aləmi qarışdıran şərlər, şeytanlardır. Bu, xeyirlə şərin mübadiləsidir və eyni zamanda da bir mücadiləsidir. Nəhayətdə xeyir şərə qalib gələcək. Mütləq qalib gələcək. Çünki o bir misal söyləmişəm ki, şagird öz ustadını məğlub etmək istəyir. Güləşçi olur. Həyatda olmuş şeydir də bu. Və nəhayətdə güləşməli olurlar. Ustad elə bir fənd işlədir ki, onu şagirdi bilmirdi. Onu yıxır. Şagird etiraz eləyir ki, sən bu fəndi mənə öyrətməmisən. O da deyir, bəli, bu gün üçün öyrətməmişəm. Ali varlıq isə o fəndi işlədəcək, nəhayətdə şərlər məğlub olacaqlar. Onlar islah olunmaya məhkum olunacaqlar. Allahımızın o fəndi nədir? Hansı ki, onu şər artıq bacarmır. Allahımızın o fəndi səbridir. Səbri ilə o məqamı gözləyir, şərləşmişlər özləri bir-birinə qənim kəsiləcəklər. Və onun qurbanları kim olacaqdır? Şərə meyilli olanlar. Biz yaxşı insan kimi tanıyırıq, deyirik günahsızdır, budur, odur. Ancaq onun sirli tərəfini bilmirik. Mən bu yaxında bir söhbət etdim də, mənim yaxın qohumumdur, yaşlı xanımdır da. O elə bir fikir söylədi ki, mən ayağa durdum və bir sual verdim ona, sonra çıxdım eşiyə. Yəni, o dərəcədə məni hiddətləndirdi onun fikri, düşüncəsi. Hansı ki, xətri əzizdir. Yəni, yaxın qohumumdur. Mən gördüm ki, o şərin, şeytanın caynağındadır artıq.
və belə əzizlərimiz, yaxınlarımız var. Yaxın, uzaq, tanıdığımız, tanımadığımız, günahsız hesab edirik. Amma bilin, o deyirlər, qurunun oduna yaş da yanır. Bax, onlar o yanlışlıqla o yanan qurunun oduna yanacaqlar mütləq. İslah olunana qədər. Sonrakı peşmanlıq fayda vermir. Yəni həyatın çox sadə görünən dərin sirləri vardır. Mən onunla niyə hesablaşmadım? Artıq mən bilirəm ki, o yoldan dönəsi deyil. Ona mən sual verdim. O sualın müqabilində o elə cavab verdi ki, bəli, artıq təyin etdim ki, onu başa salmaq qeyri-mümkündür. Artıq onun canına, qanına keçib o. Hamı bir-birinə əzizdir, doğmadır, qohumdur. Vahid Allahımızdan ayrılmışlarıq. Amma yanılanlar var və oyanıb Allaha istiqamət götürənlər var. Amma nəhayəti belədir ki, o cəhənnəm əzabını görəndən sonra o sıxılma ilə oyanacaqlar. Bunu hər dəfə demişəm. Həyat paklıqla yaranıb, yenidən paklaşacaqdır, mütləq. Və həyat da dövrü təkrarlıqla hər dəfə bax belə yenidən başlayır. İlahi varlıqların insana marağı haradandır? Onların insanlara ehtiyacı yoxdursa, nə üçün bizim həyatımızla maraqlanır və narahatlıqla bəzi insanlarda şuurun daha da inkişafına təkan verirlər? Nə maraqları var, nə ehtiyacları var? İlahi varlıqlar, mələk dediklərimiz, ilahi varlıqlar tərəfindən verilən vergilər, yəni şuur oyanmaları, etibar qazanmış yaxşı insanlar da baş qaldıranda onlar bütün bilik və bacarıqları ilə insanların xoşbəxt gələcəyi naminə xidmətdə olurlar. Necə ki, bizim xidmətimizdədirlər, hansı ki, hər gün mən onları elə sizlərin şahidliyi ilə salamlayıram. Ondan əlavə də mən əvvəla hər dəfə dualarımı edəndə qəlbimdə yaranır ki, mən onlara öz ehtiramımı göstərim, mən dualarımı edirəm. Amma əsasən də hər gün dua etməmiş mən evdən başqa bir işin dalınca getmirəm. Bütün xeyirxah xidmətlər həyat ahənginin nizamı dövrünə, təkrarlığına rövnəq verir. Hər bir inkişaf mərhələsinin öz aparıcı, istiqamətverici rəhbəri vardır. Şuurun ən yüksək inkişaf mərhələsinin rəhbəri sevimli və ədalətli Allahımızdır. Bütün varlıqlar biri-birinin əvəz edicisidir. Elə bir varlıq yoxdur ki, o əvəz olunmasın. Bunu bir də oxuyuram. Bu bir eyhamdır. Bunun müəyyən qədər açılışını da demişəm. Amma bir daha xatırladıram. Elə bir varlıq yoxdur ki, o əvəz olunmasın. Gözəlliklər Allahın simalarıdır. O, ona görə əvəz olunmazdır ki, gözəllikləri yalnız gözəlliklə əvəz etmək olar. Gözəlliklə əvəz olunanda, o yenə öz gözəlliyində qalaraq əvəz olunmaza çevrilir. Allah nurdur. O özünə də nuru qəbul edir. Allah nurdur və özünə də nuru qəbul edir. Yəni, nurlu insanların nurlu ruhunu cəzb edir. Həm insanlara nur verib nurlandırır, həm də nurlu ruhları qəbul edib nurlanır. Yəni, öz bütövlüyünü, əbədiliyini saxlayır. Bilin, budur həyatın gözəlliyi, budur həyatın ahəngi. İndi isə
Deyim də Qəyyumnamədən oxuyacağım. Eyb yoxdur. Arada qalmışdı, hesabından başlayır. Davamını oxuyuram. Buyurun, qulaq asın. Gedişata baxanda sanki hər şey normaldır. Adi həyat tərzidir də, yaşayırıq. Lakin baş verən olaylara biraz diqqət yetirəndə gələcəyimizin necə olacağını xəyali olaraq görə bilərik. Yaşadığımız mühitdə elə hallarla rastlaşırıq ki, narahat olmaya bilmirsən. Amma hadisələrin dəyişkənliyi elə mənzərə yaradır ki, yaxşı günlərə qovuşacağına inanmaq istəyirsən. Yəni yaxşı günlərə qovuşacağına inanmaq istəyirsən. Mənə belə gəlir ki, mən bu hansı ki işlədirik də qovuşacağına, orada q ilə n-nin vəhdəti vardır. Bizim leksikonumuzda yəni belə danışırıq, işlədirik, amma ədəbi dildə bu hərf yoxdur və işlənmir. Və mən çox güman ki, onu bərpa edəcəyəm öz əlifbamızda. Nəyə görə deyirəm? Bax, burada başqa cür də başa düşmək olar da ki, amma hadisələrin dəyişkənliyi elə mənzərə yaradır ki, yaxşı günlərə qovuşacağına inanmaq istəyirsən. O sənə də aid ola bilər, başqasına da aid ola bilər. Kimsəninsə yaxşı günlərə qovuşacağına. Amma əgər mənə aiddirsə bu fikir, söz, demək fərdə aid olan belədir də, amma hadisələrin dəyişkənliyi elə mənzərə yaradır ki, yaxşı günlərə qovuşacağına inanmaq istəyirsən. Səni də əks etdirir, məni də əks etdirir. Və elə sözdə işlənir ki, o başa düşülür ki, o fərdin məxsusi olaraq özünə aiddir. Bilmirəm, mən bunu çox güman ki, əlifbaya əlavə edəcəm. Onu da deyim ki, göylərdən yeri seyr edəndə ümum bəşəri gedişat heç də könül açan deyil. Nisbətən yaxşı, pis fərqi ilə yaşayış tərzləri var. Bəla burasındadır ki, yaxşı deyilən nə varsa, pislərin təsiri ilə ərimək üzrədir. Mən sözümü haqq yolunun yolçularına deyirəm. Atalar demiş, çörəyi ver çörəkçiyə, birini də artıq. Nəfsin də, ağlın da əhəmiyyəti böyükdür. Hər ikisinin tarazlığını qorumaq vacibdir. Hər bir şeyin miqdarı və öz məqamı vardır. Səbr və təmkinlə ağlın zəifləməsinə imkan verməyin. İstək, nəfs, maddi dünyanın yaşantısında ümdə rol oynayır, lakin həddi gözləmək daha önəmlidir. Hər bir insan könül şadlığı ilə yaşamaq istəyir. Yaxşı şəraitdə ömr etmək arzu olunandır. Yaxşı şəraitdə ömr etmək arzu olunandır. Yadıma düşmüşkən deyim, mən bu sualı körpələrimizə ünvanlayacağam. Görürəm, uğurda, amalda, elə İnci, Ailə balada, əsasən səhv eləmirəmsə, İncinin fikri daha çox xoşuma gəldi. Nə mənada? Yəni, ağıllı bir cavab idi. Demirəm, uğur, amal ağılsız cavab verir. Onlar da çox şey istəyir. Bax, biz o istəyin miqdarlı olmasını onlara başa salmalıyıq. Mən sual hazırlayacağam ki, onlar başa düşsünlər ki, lazım olduğundan artıq arzulamaq, istəmək
necə deyim, onları insanlıqdan edə bilər. İndidən bu fikri onlara aşılamaq lazımdır ki, hər şey ölçündə, miqdarında yaxşıdır. İndi o deyim tərzini, o sual formasını görüm necə hazırlayıram ki, siz analar da onlara başa salın ki, bax bu arzular var, çox gözəl. Amma o öz həddini aşmamalıdır. Sizli, mənli onları xoş gələcəyə hazırlayaq. Bu istək bizi özümüzdən etməməlidir. Bax, onlara da aiddir. Yəni, yaxşı şəraitdə ömür etmək arzu olunandır. Bu istək bizi özümüzdən etməməlidir. Heç də hamı şan şöhrət, dəbdəbə həvəskarı deyil. Ləyaqətini, nəfsini qoruyanlar çoxdur. O da danılmazdır ki, maddi ehtiyac yaxud ifrat həvəs, istək bu və ya digər səbəblərdən bir çoxlarını sındırıb, alçaldıb, həyata baxışını, münasibətini mənfi yönümdə dəyişdirib. Mən bir ibarə demişdim ki, arını şirəyə yapışdıran şirə deyil, onun tamahıdır. Yəni, bax, ondan istifadə edib, çivinləri məhv etmək üçün şirəli lentalar satırlar. Baxırsan ki, o qədər çivin yapışıb ki, ora. Arı da yapışa bilər. Başqa cücülər də yapışar. Və o, onların ölümünə gətirib çıxardır. Demək, nəfsdir onları o şirəyə yapışdıran. Əvvəl onların iyi bilmə qabiliyyətləri var, yəni bilirlər də ki, yəni onların fikrini, nəzərini cəlb edir. Amma insanlıqda bu olmamalıdır. Biz həssaslığımızı bərpa etməliyik tam mənası ilə. O gənclərimiz, o uşaqlarımız, körpə balalar pöhrənlərdir. Onları hər tərəfə əymək olar, əyilibsə düzəltmək olar. Yəni mütəhərrikdirlər. Biz onları bacardığımız qədər yaxşı olana sövq etməliyik. Yəni, belə deyək, nəzarətdən kənar buraxsaq, o arzu, istək getdikcə çoxalacaq və belə miqdarı keçməklə də narahatlıqlar baş qaldırıb, yaranıbdır. Mötəbər həyatda bu kimi hallar olmayacaqdır. Azdırıcı təsirlərə məruz qalmamaq üçün həyat fəlsəfəsi mənimsənilməlidir. Həyata gəlişinin səbəbini, mənasını bilməyən, mənəvi borcun nə demək olduğunu anlamayan, o borcu ödəmək cəhdində olmayan insan adi bir məxluqdur. Onu da bilin ki, həyat elə bir axardır ki, qoynunda olanların hamısını sel suları kimi daşdan daşa çırparaq nəhayətdə yerbəyer edir. Mən bir dəfə belə bir yuxu gördüm. Eynən küçəmizdir və baş tərəfdən bir arx gəlib bizim həyətimizdən keçir gedir harasa. Və arxın kənarlarında da daşlar vardır, daşlar düzüblər. Xan arxı deyilən bir arx var Gəncədə. Müəyyən yerlərdə elə bil ki, sementlə üzlük çəkiblər, o sementlərə də çay daşlarının xırdalarından tutmuş belə yapışdırıblar. O arx da elə idi. Yuxuda səslə mənə dedilər ki, bu bulanlıq suyu o daşlar duruldacaq. Necə ki, dəyirman daşı fırlandıqca o məsamələrin, girintinin, çıxıntının təsiri ilə o buğdalar üyüdülür. Bax, insanlar da keşməkeşlərlə durulurlar.
həyat sınaqları ilə həyatın mahiyyətinə diqqət yetirirlər. Hansı ki, müəyyən qədər oyanışlıdırlar. Ona görə də burada qeyd etmişəm, onu da bilin ki, həyat elə bir axardır ki, qoynunda olanların hamısını sel suları kimi daşdan daşa çırparaq nəhayətdə yerbəyer edir. Həyat fəlsəfəsi bu aləmin, bu yaşamın nəzəri əsasıdır. Tam sadə ifadə etsək, həyatın izahıdır. Onun bütün incəliklərinin mənasıdır, mahiyyətidir. Həyat fəlsəfəsindən məlumatlı olanlar bilir ki, bu aləm səbəbsiz mövcud deyil. Səbəb, səbəbkarın qənaətidir. Səbəb hasil olanda nəticə baş verir. Yaradanımız yaratdıqlarının əbədliyinə nail olmaq üçün onları kiçik yaradan kimi formalaşdırır. Odur ki, hər bir mövcudluq əbədi yaşamda ixtiyar iştirak etməlidir və yaradıldığı kimi öz təkrarını yaratmalıdır. Qəyyumnamədən hələlik bu qədər. İstəyirəm həqiqətdən də bir-iki beytin açılışını nəzərinizə çatdırın. Belə bir beytdir. Özündən müştəbih bədgümandılar. Gözləri doymayan çox umandılar. Özünü insan adlandıranlar. Şərə uymuşlar. Yəni, özünü bəşər evladı Adəm kimi yaşayan, özünə insanam deyən və məxluqata meyilli olanlar özündən müştəbihdir, bədgümandır. Onlar gözləri doymayan çox umandılar. İşlər heç də belə getməyəcəkdir. Vaxta az qalıb, çox keçməyəcəkdir. Niyə belə deyirəm bunu? Özünüz görürsünüzmü, bilmirəm, hadisələri nə dərəcədə izləyirsiniz. Rusiya Ukrayna ilə bacarmır. Çünki Ukrayna ədalətli müharibə aparır, o isə ədalətsiz müharibə aparır. Haqqın qüdrəti burada özünü göstərir. Bu bir haqdır, həqiqətdir. Onun özü bir imtahandır, bir sınaqdır insanlar üçün, eyni zamanda da baş verən hadisələrə ali varlığın münasibətidir. Və mən əminəm ki, Ukrayna qalib gələcək, özdə Rusiya yaman günə qalacaq. Hal-hazırda da başqa dövlətlərə də, elə bizə də, Azərbaycana da diş qıcıyırlar. İndi Ermənistanda seçkilər olacaq, orada da nəsə etmək istəyirlər. Onunla kifayətlənməyəcəklər. Əgər, bəli, orada qalib olsalar, istədikləri həyata keçsə, biraz da iştahlanacaqlar. Və nəinki o post-sovet dövlətlərinə, o cümlədən elə Avropa dövlətləri də var idi ki, Sovet hökumətinin elə əsarətində idi, belə deyək də, sonra müstəqilləşdi, Sovet dövləti dağıldı. Vaxt o can verdiyi halda bilmir nə etsin. Amma o bir nəfərin ona inanan və yaxud da ki, o xislətdə olanların istəyidir, arzusudur və əlacsızlığıdır. Onlar Rusiya dövləti üçün bu müharibəni aparmırlar. Rusiya xalqının mənafeyini güdmürlər. İndi onlar öz həyatları ilə mübarizə aparırlar ki, olum qalım söhbəti vardır. Eyni zamanda da bir imperiya təfəkkürü ilə də bu işləri başladılar
Ancaq deyir, haqq var, haqq yiyəsi var. Özünüzdə nəhayətdə görəcəksiniz ki, bu işlər belə getməyəcəkdir. Getdikcə də böyüyür. Bayaq xəbərlərdə qulaq asıram ki, Pakistan da 80 min qoşun göndərib, bilmirəm, Birləşmiş Ərəb Əmirliklərinə, nəsə özlərinin işləri var. Bu müharibə getdikcə də genişlənir. Bu, qiyamətin, axirətin, bəli, əlamətidir. Mən demişəm, axirət zamanıdır. Bu dövrün son məqamlarıdır ki, o nəhayətə çatacaq. Eyni zamanda da demişəm ki, artıq qiyamət yaşanır. Biz onun içərisindəyik. O qaynamadayıq. Amma bunu bir daha xatırladıram sizlərə. Yadınızda saxlayın. Azərbaycan müqəddəs diyardır. Bunu unutmayın. Mahiyyətini, mənasını sonra biləcəksiniz. Demək, işlər heç də belə getməyəcəkdir. Vaxta az qalıb, çox keçməyəcəkdir. Yerini tutacaq, əyri də, düz də. Düz ucalacaq, səhv qalacaq düzdə. Uca Allahımız ədalətlidir. Bilir kim düzgündür, kim qələtlidir. Qiymət verəcəkdir hər işə ədillə. Düzlüyü qoruyur o mütləq əzmlə. Bizə nümunədir haqqın hər işi. Düzüb qoşduğunun möcüz gərdişi. Bizsə sürünürük şər arxasınca. Ona baş əyirik tezcə, asanca. Olmazmı yaxşıdan yaxşı götürək? Yaxşını götürək, pisi ötürək. Öyünüb deyirik, bizlər əşrəfik. Əşrəflik olubdur, indi bir qəpik. Vaxt keçir, qayıdaq özümüzə biz. Haqqa xidmət edək, olmayaq xəbis. İnsanıq, bu adı şərəfli tutaq. İnsanlıq edənə gen açaq qucaq. Doğmalıq olmasa birlik yaranmaz. Birlik yaradanlar yolunu azmaz. Sizlər də bu həyat məktəbinin üzvləri, haqsevərlər, çalışın, doğmalıq möhtəşəm olsun. Əgər üzdə doğmalıq göstərib, içəridə müəyyən narazılıqlar və yaxud da ki, belə deyək də, haqsevərliyə yaraşmayan düşüncələr varsa, özünüzü aldatmayın. Demək, siz həm özünüzü aldadırsınız, həm də sizə inananları aldadırsınız. Çalışın bir mənalı olsun niyyətiniz, fikriniz, onda birliyiniz sarsılmayacaq. Əks halda o birlikdən əsər əlamət də qalmayacaqdır. Və burada deyilir, məslək birliyidir dediyim birlik. Məslək olan yerdə yox olar pislik. Amala, məsləkə önəm versək gər, Allah üzümüzə nurunu çilər. Şükür edirəm Allahımızın varlığına. İndi də ibarələrdən deyim, qeyd edeyim. Bir, iki, üç, dörd, beş, altı, yedi, sekiz, dokuz, 805-ci ibarədən başlayıram. Qardaşın qarın kisəsi bir olar, cib kisəsi isə ayrı.
Həyat belədir. Qardaşlar bir ananın qarnında canlanırlar. Amma doğulduqdan sonra həyat onları fərqli yaşama sövq edir. 806-cı. Qardaşının pis gününə sevinən qardaşın qəlbi daşdır. Allah qəlbi geniş, sadə insanları sevir. Kimliyindən asılı olmayaraq Allahı tanımayanların qəlbi daş kimidir. Həzər belələrindən. 807-ci. Kiçik qardaş kiçik işlərin böyüyüdür. Ən çox buyurulan evin kiçikləri olur. 808. Qarın qarıdan irəlidir, qarın güdən ər üçün. Yəni deyirlər, el arasında qarın qardaşdan irəlidir. Belə bir söz var. Ancaq mən yazmışam ki, qarın qarıdan, yəni həyat yoldaşından, qarın qarıdan irəlidir, qarın güdən ər üçün. Beləsi ərli gedir, yoldaşlıq yox. 809-cu. Qarın doydu, ürəyə hoydu. Həyat qarşılıqlı asılılıqla bərqərar olub. 810. Qarpız üzündəki izlə bıçaq götür dilimlə. Demək, qarpız üzündəki izlə bıçaq götür dilimlə. Hər işin öz səmti var. Nizamlı iş fayda verər. 811. Qarpız ki bostanı atdı, ömrü başa çatdı. Qarpız qarpız dərildisə kəsiləcək. İnsan da vətəndən ayrı düşəndə necə yaşamağından asılı olmayaraq orada özünü yad hesab edir. Buna qəribsəmə deyilir. 812. Qarpızla bıçaq görüşdü, düşmən oldu. Biri kəsən, biri kəsilən. Necə olmalıdır? Şərlə xeyrin də dostluğu olmaz. 813. Baş yaxşı baş olsa, qarın başa bəla olmaz. Ağıl varsa, nəfsini cilovlayar insan. 814. Qarın qardaşdan irəlidir, qarın qulular üçün. Tamah nəfs iti olanda insan yalnız özünü düşünür. Bu cür insanların mənəvi dəyərləri olmaz. Demək, bağışlayın bir dəqiqə. 1, 2, 3, 4, 5. Aha. Burada da bu söhbətimizi tamamladım. Bununla da bugünkü söhbətimiz yekunlaşdı. Məni dinləyən, şərh yazan, yazmayan hər bir kəsə təşəkkürümü ishar edirəm. Var olun. Allah hər birinizdən razı olsun. Sizinlə bahəm bizim əziyyətimizi çəkən, bizi nəzarətdə saxlayan, Allahımıza sədaqətlə xidmət edən, gözə görünməz ilahi varlıqlara ehtiramla təşəkkürümü bildirirəm. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm məhəbbətlə. Şükür edirəm Allahımızın varlığına, minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın, o ülviyyətin sevə-sevə səcdəsində və xidmətindəyəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizə dək.